Salam, hörmətli Vüqar Əhmədov, Azərişıqın sədri. Mən Allahverdi Bəhram Əhmədoğlu, Nəsimi rayon Azərişıq İstismar şöbəsində hava xəttası. 3 ildən artıqdır mən sizin qabulunuzda düşmək istəyirəm. Müəyyən bəhanələrlə məni geri qaytarırlar, görüş təyin olunacaq. Amma bu 2 il ərzində mənə heç vaxt görüş təyin olunmadı. Bu da mənim səhhətimdə müxtəlif təzyiqlər yaradır. Xahiş edirəm sizdən, məni qəbul edəsiniz, mənim müraciətimi nəzərə alaraq məni qəbul edəsiniz. Əvvəlcədən öz təşəkkürümü sizə bildirirəm. Çox sağ olun.